Dostlar, Azərbaycan Rov Seri müsabiqəsinin ikinci günündə Steam Azərbaycan komandası adından hər birinizi salamlayıram. 3, 2, 1, başla! Bugün burada komandalar həm sualtı, həm də suüstü robotlarını hazırlayaraq yarış mərhələsində öz bilik və bacarıqlarını nümayiş etdirirlər. İstəyirəm sizlərlə iştirakçıların bu yarışa gələnə qədər keçirdiyi mühüm proses haqqında qısa məlumatı paylaşım. Bot Racing yarışında iştirak edirik. Komanda adımız da Aquabot'dur. Aquabot'da biz gəmimizin materialını 3D printer vasitəsilə, filament vasitəsilə istehsal etmişik. Komanda iştirakçılarım Hüseyin və Həşimdir və birlikdə planlaşdırırıq ki, birinci yerə çıxarıq. Yarışa qoşulmaq üçün komandalar əvvəlcədən robotlarının elektronik sxemini qurur. 3D modelini hazırlayır, hidrodinamik və möhkəmlik analizləri aparırlar. Bu mərhələdə onlar SolidWorks, 3D Max, Onshape, Altium Design kimi peşəkar proqramlardan istifadə edirlər. Komandalar hazırladıkları bütün texniki araşdırmalarını və mühəndislik həllərini bizimlə paylaşırlar. Ən yaxşı mühəndislik yanaşması təqdim edən komandalar finala vəsiqə qazanırlar. Biz Qax Steam mərkəzinin Cyberbreak komandasıyıq. Biz 2026-cı il sualtı qayğısı üzrə Respublika turnirində iştirak etdik və qalib olduq. Bundan əvvəl 2023-də, 2024-də, 2025-də safda iştirak eləmişik. 2023-də yenə Boat Racing kateqoriyası üzrə yarışmışıq və birinci yer, saf 2024-də Innovation of Future kateqoriyası üzrə ikinci yer, saf 2025-də isə Boat Racing üzrə ikinci yerə layiq görülmüşük. Bugün də yenə rəqiblərimizdən üstün gələrək birinci yerə layiq olduq və çox sevinçliyik. Əziz gənclər, hörmətli müəllimlər, dəyərli iştirakçılar, mən hamınızı salamlayıram. Steam komandasına birinci təşəkkür edirəm. Həqiqətən bu günləri, dünənləri çox əziyyət çəkdilər. Düşünürəm ki, bütün təşkilat komitəsini və xüsusilə də bizim Steam komandasını hamılıqla alqışlasaq çox gözəl olardı. Bugün mən bu yarışmada texnologiyanın, innovasiyanın üstünlüklərini gördüm. Amma bununla yanaşı eyni zamanda bu bir idman yarışı idi. Sizin əldə etdiyiniz uğurlar, əldə etdiyiniz dəyərli bilikləriniz ölkəmiz üçün çox böyük töhfələr verəcəkdir. Və siz bu biliklərinizi Azərbaycanımızın bayrağını xarici ölkələrdə ucaltmağa heç vaxt əsirgəməyəcəksiniz. Hər birinizə uğurlar, təşəkkür edirəm sizlərə. Çox sağ olun.